Salam, Seymur Tağıyevin təqdimatında milli istedadlara baxırsınız. Bugünkü qonağımız Xalıq Bəyovdur. Gəlin onu yaxından tanıyaq. Əlbəttə ki, gördüyünüz kimi səhnədə bəllidir. Xoş gəlmişsin Nurla. Salam, buradan bütün Azərbaycan xalqını salamlayıram. Başda Milli TV-in rəhbərliyini salamlayıram. Sağ olsun ki, belə gənclərə örnək olurlar, bütün gəncləri tanıtdırırlar, bütün istedadları üzə çıxardırlar. Seymur bəy, çox sağ olun ki, belə bir verilişə məni dəvət eləmisiniz, belə bir veriliş açmısınız. Yəni, gənclərə örnəksiniz, gənclərə örnək olduğu üçün də çox sevinirəm, şad oluram. Başda rəhbərliyə mən minnətdarlığımı bildirirəm. Ən başda da cənab prezidentimizə can sağlığı, uğurlar arzu edirəm ki, belə bir, yəni biz gənclərə dəstək kömək olur. O cümlədən də vitse-prezidentimiz, Azərbaycan vitse-prezidenti Mehriban xanıma təşəkkürümü bildirirəm. Allah onlardan razı olsun, Allah onları qorusun. Biz gənclərin ayrı-ayrılıqda tapıb üzə çıxartmağımızda həqiqətən də siz dəstək kömək olursunuz Seymur bəy. Yəni sizə görə biz bu günləri çəkiliş eləyəcəyik. Mən həyatımdan danışmaq istəyirəm, uşaqlıq illərimdən danışmaq istəyirəm. Mən universalni, professionalni mən idmanla məşğul olmuşam, həm də rəqslə məşğul olmuşam. Uşaqlığım mənim 10 yaşından, belə deyək, 9 yaşından daha doğrusu mən incəsənətin rəqs növü ilə məşğul olmuşam. Neçə il mən milli rəqs, Latin Amerikanski rəqsi, mambo, tango rəqsi oynamışam. Ən çox da 10 ildən də ki, çox demək olar, mən breakdance-la məşğul olmuşam, breakdance rəqsi oynamışam. Breakdance rəqsi oynayanda da ki, mən dəfələrlə müəllimim Orxan müəllim olub, bizim Azərbaycanın fəxri zabiti Orxan müəllim olub. Orxan müəllimin mən tələbəsi olmuşam breakdance-da. Dəfələrlə yerlər tutmuşam, nailiyyətlərim olub. Həm xarici ölkədən gələnlərlə burada çıxış eləmişəm, oynamışam. Onlarla çempionatda olmuşam. Dəfələrlə 1-ci, 2-ci, 3-cü, 4-cü, 4 dəfə, 5 dəfə onu demək istəyərdim ki, mən 1-ci yerə qalib olmuşam. Çempion olmuşam rəqsdə, 1-ci yerə tutmuşam. Bəli, 3 dəfə də 2-ci yerə tutmuşam, 1 dəfə də 3-cü yerə tutmuşam rəqsdə. Mən 10 il breakdance-la məşğul olmuşam. Breakdance-la məşğul ola-ola, rəqs eləyə-eləyə, çempionatlara çıxa-çıxa, çıxışlar eləyə-eləyə mən özüm də breakdance-dan müəllim olmuşam. Breakdance dərsi keçmişəm. Elə oldu ki, həm o rəfələrdə dünya üzrə bir ifa var. Ağızla səslənən ifa, mən beatbox-la da məşğul olmuşam. Yəni, onu demək istəyirəm ki, beatbox eləmişəm, Azərbaycanı beatbox-da təmsil eləmişəm. Beatbox da ağızla olan musiqidir. Ondan sonra mən rəqslə məşğul oldum. Sonra öz kanalımızda, öz TV kanalımızda, Azərbaycan öz TV kanalında 8 ay, daha doğrusu 9 ay yaxın müsabiqədə oldum. Orada SMS yarışması idi. SMS yarışmasında sonunda mən 4-cü yer qalib olaraq, SMS-lə qalib olaraq mən verilişi biz başa vurduq və verilişdə mən 9 ay yaxın hər gün oynamışam. Yəni Azərbaycan xalqı məni uşaqlıqdan tanıyır. Biz son zamanlar dəyişilsəm də, üzdən dəyişilsəm də, yəni uşaqlıqdan məni bütün millət olaraq, bütün Azərbaycan millətimiz tanıyır. Mən idman növləri ilə də məşğul olmuşam. Birinci idman növündən güləşlə məşğul olmuşam. Sonra sadə boks idman növünə məşğul olmuşam. Həm də kickboks idman növünə məşğul olmuşam, professional qaydada. Ondan sonra həftədə mənim bir dəfə bazar günlərim olanda üzgüçülüyə gedirdim, üzgüçülüklə məşğul olurdum. Yəni ki, onu demək istəyirəm ki, uşaqlığımın, yəni uşaqlıq yaş dövrümün yeniyetmə yaşa kimi, yeniyetmə yaşından gənclik dövrünə kimi və bu yaşa kimi mən professional idman, həm idmanla, həm rəqslə məşğul olmuşam. Neçə il, daha doğrusu neçə illər. Elə oldu ki, mən idmanı tərk edəndən sonra, rəqsi tərk edəndən sonra mən 19 yaşımdan xalq instrumental zərb alətlərinə başladım. İlk öncə başladığım alət darbuka oldu, darbuka aləti oldu.
Yəni Misir alətidir bu, darbuka aləti. Mən onu da demək istəyərdim ki, sonda mən beatbox-la da professional məşğul olmuşam. Yəni beatbox dünyada yəni ki, ağız musiqisi deməkdir, yəni ağız, dudaq, yəni musiqisi deməkdir. Beatbox-dakı dünyada ən çətin belə deyək, ifa eləmək üçün musiqidir. Yəni çox bir çətin bir səslənir. Hər bir insan onun beatbox-la yəni məşğul ola bilmir. Yəni beatbox da biraz istedad tələb eləyir, nəfəs tələb eləyir, yəni belə deyək də, fitri istedad tələb eləyir. O vaxt mən beatbox-la da məşğul olanda ölkəmizdə 3 nəfər var idi. Soyadlarını unutmuşam, amma birinin soyadını tanıyıram. İndiki Rauf Əhmədovdur. Halbuki indi müğənnidir Rauf Əhmədov qardaşımız və mən olmuşam Nurlan Xalqıbayev və Elşən qardaşımız olub. 3 nəfər olub 2003-cü, 2004-cü illərdə biz Azərbaycanı, yəni Azərbaycanı öz ölkəmizdən xarici ölkələrə biz videolarla, görüntülərlə, bütün kanallarımızla biz çıxış etməyimizlə biz təmsil etmişik. Yəni özümüzü göstərmişik ki, yəni biz də varıq, yəni Azərbaycanda beatbox eləyənlər də var. Yəni ki, biz də varıq. Biz heç o vaxt heç də bir geri qalmırdıq. Bunu bizim televizor kanallarımız şahiddir, bunun millətimiz şahiddir. İndi ola bilsin biz üzdən dəyişilmişik, amma bizim bütün videolarımız, istər rəqslə mənim videolarım, istər beatboxla videolarım və öz qrupumla olan, dostlarımla olan, incəsənət uşaqlarla olan videolarımız, görüntülərimiz arxivlərdə vardır. Mən 18 yaşımdan 19 yaşıma keçəndə artıq darbukaya başladım. Mən darbuka aləti budur, ərəb alətidir. Yəni ərəb xalqına məxsus olan alətdir, ərəb millətinə məxsus olan alətdir və bəli, dizaynda olaraq yəni ərəblərin yəni belə deyək də dizayn edilmiş yəni alətidir. Yəni bu formada. Yəni bu universal solo darbuka sayılır. Yəni halbuki yəni bunda universal darbuka deyəndə yəni universal solo darbuka ona görə sayılır ki, yəni universal bütün janrlarda, bütün musiqi növlərində, bütün dünya musiqisində bu alətlə rahat işləmək olur. Mən indi darbukada sizin üçün ifa eləyəcəm. Mən bu darbukada bütün konsertlərdə, çox konsertlərdə çıxış eləmişəm, tanınmışlarla da çıxış eləmişəm. Həm Türkiyədən gələn müğənnilərimizlə də çıxış eləmişəm, həm də öz müğənnilərimizlə çıxış eləmişəm, həm də solo olaraq çıxış eləmişəm. Hal-hazırda da bizim Azərbaycan öz DJ-lərimizlə də ki mən solo ritm olaraq onlarla bir yerdə çıxışlarım olur. Həm də ki işim budur. Bu mənim ilk alətim olub. Bu alətlə mən ilk dəfə başlamışam zərb alətinə. Bu alətdən sonra keçmişəm o birisi alətlərə. Mən sizə bu alətdən danışmaq istəyirəm. Bu alətin adı tamburindir. Yəni dünya musiqilərində bunun öz xüsusi yeri var. Yəni xüsusi səslənməsi var. Çox gözəl, maraqlı alınır. Mən indi sizə həm tamburin olmaq şərti ilə, həm darbuk olmaq şərti ilə, həm də ki üzərinə oturduğum bu alətin adı kajon alətidir. Bu alətlə bir yerdə, üçlü bir yerdə sizə musiqi səsləndirəcəm. Bizim qardaş olan Türkiyədən müğənnimiz Kibariyə xanım gəlmişdi. Dünya şöhrətli müğənni, Türk dünyasının belə deyək də ən gözəl müğənnilərindən biri, Türk kraliçası Kibariyə xanım gəlmişdi. Onun da konsertində mən darbukanı müşahidə elədim və davulla da müşahidə elədim onu. Yəni, bir çox tanınmış müğənnilərlə işləmişəm. İkincisi də onu deyə bilərəm ki, Doğuşla da işləmişəm, Doğuş müğənni ilə də işləmişəm, onu da müşahidə eləmişəm. Həm özüm öz tanınmış müğənnilərimizlə işləyirəm,
arada olur. İşim onlarla da düşür, onlar da mənimlə əməkdaşlıq edirlər, mən də onlarla əməkdaşlıq edirəm. Hal-hazırda mən sizə maraqlı bir öz fantaziyamlar olan ritm seçmişəm. Üçü birində necə darbuka burada, darbukanla da işləyəcəm, tamburinlə də işləyəcəm. Bir də ki, üzərində əyləşdiyim kajon aləti ilə də işləyəcəm. Üçü birində mən maraqlı bir ritm işləyəcəm. Dinləyin, qulaq asın. Birinci ifa etdiyim ritmlər Hindistan ritmlərinə məxsus idi. İndi ikinci ritmimdəki ərəb ritmləri gəlir. Ərəb ritmlərini ifa edəcəm. Bu da belə. Bu da bizim nağara alətimizdir, milli alətimizdir, ən gözəl alətimizdir. Nağara alətidir. Nağara aləti elə bir gözəl alətdir ki, elə bir zərb alətidir ki, bəli, nağara alətindəki bütün dünya ritmlərini ifa eləmək olur. İstər Hindistan olsun, istər Asiya ritmləri olsun, istər Avropa ritmləri olsun, istər dünya ritmləri olsun. Yəni ki, caza kimi nağarada ifa eləmək olur. Onu da demək istəyirdim sizə, yadımdan çıxdı ilk öncə. Mən uşaqlığımdan, gənc yaşlarımdan, bayaq dediyim kimi, birinci darbukaya başlayanda, darbuka ərəb alətinə başlayanda, onunla bir yerdə mən nağara alətinə başladım, milli alətimizə başladım. Həm milli janrlarda ifa edirdim, milli ritmlərimizi ifa edirdim. Ən birinci də mənim işim, iş olaraq, fəaliyyətim olaraq, çıxışım olaraq həm Azərbaycan cazından başladı, həm də xarici cazından başladı. Mən Azərbaycan və xarici cazla ifa eləyə. Ondan da sonra mən tanınmış Azərbaycanın gözəl ifaçılarından, gözəl ritmiklərindən biri olan, başda mən deyərdim ki, ən gözəl ritmiklərdən biri olan Şəkili Elşad müəllimdən sonra mən başladım milli ritmlərdə çıxış eləməyə. Mən birinci xarici ritmlərlə başlamışam. Ondan sonra Elşad müəllimə baxandan sonra, həvəs yarandan sonra mən başladım
öz alətimizdə, öz nağaramızda milli ritmləri də ifa eləməyə başladım. Mən Şəkili Elşad müəllimdən baxandan sonra milli alətdə də, yəni öz nağaramızda da ki, milli ritmləri ifa eləməyə başladım. İndi mən nağarada bir-iki dənə milli ritmi ifa eləyəcəm, dinləyib qulaq asarsın. Mən sizə konqo alətindən danışmaq istəyirəm. Bu konqo aləti Afrika alətidir. Afrikalıların ritmlərindən maraqlı bir-iki dənə sizə risimkada olan ritmləri işləyəcəm, görərsiniz. Yəni ifa eləyəcəm, görərsiniz. Seymur bəy, mən indi sizə şou göstərəcəm, baxın. Bir yerdə musiqi mərkəzi ilə mənim canlı ritmlərim o musiqi mərkəzi ilə bir yerdə üst-üstə düşəcək. Yəni ritmlərim o musiqi ilə bir yerdə canlı ifa edəcəm, baxın.
Həqiqətən də Nurla möhtəşəm idi. Mən Çox sağ çəkilişdə olun. dayana bilmirdim. İstəyirdim Çox sağ olun, oynayam. minnətdaram. Bax buradan deyirəm, kim istəyirsə, istedadı varsa, görsən qardaşım istedadı var, müraciət elədi, gəldi çəkiliş elədi. Yəni bacardığımız qədər eləyirik. Və Nurlanın ürək sözləri var, qoy tamamlasın və biz sağollaşaq. Mən ilk öncə dinləyicilərə uğurlar, can sağlığı arzu edirəm. Necə ki özümə uğurlar arzu edirəm, o cümlədən də dinləyicilərə uğurlar arzu edirəm. Həyatda can sağlığı arzu edirəm bütün millətimizə, bütün Azərbaycan xalqına. Mən özüm dövlət uşağıyam, dövləti bitirmişəm, internat məktəbini bitirmişəm. O cümlədən də internat 9-cu sinif olduğuna görə mən 10-u 11-i yenidən imkanı müşfiqə qayıtmışam. 18 nömrəli məktəbi bitirmişəm, şəhər məktəbi, Yasamal rayonu üzrə. İmkanı müşfiqi bitirmişəm 11-ci sinifi. Ondan da sonra mən yenidən oxumuşam, yenidən dövlət kollecini bitirmişəm. Qısaca olaraq bunu demək istəyirəm. Mən üzümü tuturam buradan cənab prezidentimizə, üzümü tuturam buradan Mehriban xanıma, üzümü tuturam vitse-prezidentimiz Mehriban xanıma. Mən istəyərdim ki, mənim çox planlarım var, öz ritm sahəsində, öz insaniyyət sahəsində çox planlarım var. Planlarımı inşallah yerinə yetirmək üçün mənə biraz dəstək lazımdır, mənə mənəvi dəstək lazımdır. Mən elə bir zərb alətləri var ki, onları mən biraz gətirməyə çətinlik çəkirəm. Biraz yəni almağa deyim, gətirməyə çətinlik çəkirəm. Mən çox istərdim ki, Azərbaycanı tez bir zamanda ölkəmizi istədiyim alətlərlə, yəni çoxlu alətlərlə, istədiyim alətlərlə solo tək özüm olaraq müşahidə edim və çıxış edim və ölkəmizi təmsil etmək istəyirəm. Təmsil etmək üçün də mənə o alətlər lazımdır. Çox istərdim cənab prezidentimizdən dəstək gözləyirəm, daha doğrusu vitse-prezidentimiz Mehriban xanımdan dəstək gözləyirəm. İmkan olsaydı mənə dəstək, mənəvi kömək olardılar. Mən o alətləri əldə edərdim. Ayaqda baspoçka deyilən bir alət var, bas deyilən alət var. Onu ayaqda işlədirsən, sol ayaqda xet deyilən alət var, tarelkalar deyilən alətlər var, barabanların alətləri var. Onları ətrafıma yığmaq istəyirəm. Yəni onlarla birlikdə istədiyim alətlərlə, yəni set olaraq alətləri yeniləyib və istədiyim alətlərlə çıxışlarımı eləmək istəyirəm inşallah. Cənab prezidentimiz, vitse-prezidentimiz Mehriban xanım, İlham Əliyev özün bilirsiniz ki, gənclərin necə dəstəkdir. Nəinki Azərbaycanda, xaricdə də. Tək ki biz istəyək. İnşallah sənin səsini eşitdilər. İnşallah, inşallah. Və biz də sənə uğurlar arzulayırıq. Səni yuxarıda görmək istəyirik. Həqiqətən xoş oldu bizim üçün. İnşallah. Sağ olun ki, bizim belə şey yapdınız. Deyim bir sözüm. Mən özümlə birlikdə bütün Azərbaycan gənclərinə, Azərbaycan musiqiçilərinə, Azərbaycan ifaçılarına uğurlar, can sağlığı arzu edirəm. Allah hər birini qorusun, hər birinin də uğurları böyük yerlərdən, böyük səhnələrdən, qartal kimi zirvələrdən gəlsin. Amin, amin, amin. Milli istedad. Sağ olun.